Bugün elə bil ki başqa haldayam. Bugün mənə dəyməyin üzülmüşəm. Bu 11 il necə gəldi getdisə, elə bil dünən məktəbə gəlmişəm. Düşür yada o şirin bəhanələr, müəllimə gündəliyim evdə qalır. Dərsə girməmək sonra daha nələr, adam utanır indi yadına salır. Elə bir imkan olaydı əldəki, qaytaraydım geri məktəb illərin. Tutub əlmi mənə yazmaq öylədən, o müəllimin öpəydim əllərin. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardınca baxır. Gülürəm indi mən öz saflığıma, elə bilmişəm məni tək buraxır. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı boş sinif otaqlarında. Uşaqlığı bitdi, o gözəl günlərimiz getdi. Son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. Hörmətli məktəb rəhbərliyi, dəyərli müəllimlər, əziz valideynlər və qonaqlar. Bugün burada toplaşmağımızın səbəbi məktəb həyatımızın ən xüsusi və yadda qalan günlərindən biri olan son zəng tədbiridir. Bugün bizim üçün həm sevinç, həm də kövrək duyğularla doludur. Çünki illərlə adımladığımız məktəb yolu artıq sona çatır. Məktəb bizə yalnız bilik deyil, həm də dostluq, hörmət, məsuliyyət və həyat təcrübəsi qazandırdı. Bu illər ərzində yanımızda olan, bizi öyrədən, hər zaman dəstəkləyən müəllimlərimizə dərin təşəkkürlərimizi bildirir. Onlar üçün bir alqış alaq. Həmçinin hər addımımızda bizə güvənən və dəstək olan valideynlərimizə minnətdarlıq olmaq üçün bir alqış. Bugün keçmişə minnətdarlıqla baxır, gələcəyə isə böyük ümidlərlə adımlayırıq. Hamınızı son zəng tədbirində bir daha salamlayır və hər kəsə xoş anlar arzulayırıq. Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Bizə hər zaman dəstək göstərən dəyərli direktorumuza söz vermək istəyirik. Çıxış üçün sözü məktəbimizin direktoru İsmail Bəndəliyev cənablarına veririk. Aziz və hörmətli qonaqlar, əziz və hörmətli şahidlər. Bugün hamınız bilirsiniz ki, Azərbaycan Respublikasının hər bir yerində son zəng keçirir. Bu cümlədən hökmeli qəsəbət tamamlanmışdır. İlk sözlər bizim valideynlərə, gözəl bağların sərf edib bizim məktəbə gəldiklərinə görə hər birinizə dərin minnətdarlıq edir. İkinci bir tərəfdən bizim bu ilki qalan məzunlarımızı təşəkkür edirəm. Bugün bu son bir təşkil edir. Çıxışa keçməzdən əvvəl sizə bir şey xatırladım ki, bizim cənab Prezident İlham Əliyev, Azərbaycan Hüquqi Mühakimə İcraiyyə mühafizəçisi Abdülkadir Əliyev və İlham xanım Abdullayeva Azərbaycan Respublikasında belə yedinci məktəbi bizim Qışları qəsəbəsinə 2 il müddətində tikib verdiyinə görə onların hər birinə sizin adınızdan və öz adınızdan təşəkkür edirəm. İndi isə çıxışıma başlayırız. Mən bu il 24-cü il son zəng buraxıram. Ancaq bir şeyləri fərq edirəm ki, bu ilki birinci sinirləri ancaq mən özüm qəbul edirəm. Və mən yüzümdə 11 il tutarmaq münasibətilə onları təbrik edirəm. Əziz 11-cilər, sizin hər birinizə həyatda olan sağlıq, uzun qayıtmalıyım. Hər birinizə bu iki məzun olmaq münasibətilə təbrik edirəm və hər biriniz alıb belirlə sənədi verirsiniz. Bu işdə də sizə uğurlar arzulayacağım.
Bunu da sizə qeyd edeyim ki, Hökümar Qəsəbər Orta Məktəbini mən işləyim bölgəlisində gətirmişdim. Və həmin biz bir nəfər şagirdimiz təsəvvür edirik. Ancaq son vaxtların göstəriciləri bizim məktəbin göstəricisi 5-ci yer sırasındadır. Məsələn, keçən il 35 nəfər şagird həmin məktəbə qəbul oldu. Bu cümlədən xarici ölkələrdən, Türkiyədən, İsveçrədən və başqa ölkələrdə bizim şagirdlərin səsi gəlir. Ona görə də bu il isə 45 nəfər ali məktəbə sənəd bunun önü çox böyük önündədir. Və bu iki birinci siniflər sizlərdən birinci sinifə qəbul edilənə təbrik eləmişəm birinci sinifə qəbul olunmasına. Ancaq onu da qeyd edeyim ki, yəqin ki, siz 11-ci sinif tutarında sizi yola salmaqla nəsil olmayacaq. Ona görə də hər kimi yola salacaqsa sizə də 11-ci sinifi tutarma adı verilir. Hər birinci yola gəlmək olmasına necə təbrik edirəm. Sizə uzun ömür, can sağlıq. Eyni zamanda bir daha bizim bu 11-ci sinifin valideynlərlə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, sizə təşəkkür edirəm. Günün sevincini bizimlə bölüşən valideynlərimiz məktəb həyatımız boyunca ən böyük dəstəkçilərimiz olublar. İndi isə valideynlər adından çıxış etmək üçün sözü hörmətli Aynur xanıma veririk. Buyurun Aynur xanım. Başta İsmail müəllim olmaqla bütün hörmətli müəllimlərimizi salamlayıram. Əziz valideynlərimizi salamlayıram və bu günümüzün səbəbkarları olan 11-ci sinif məzunlarımızı salamlayıram. Hamınızı inşallah. İnşallah bu yolda Allah kömür tutsun balalarımıza. Bizim için hem duyumlu anlardı, hem de ki sevinçli anlardı. Duyumlu anlar buna göre ki biz yanımıza düşür onları necə əllərindən tutub birinci sinifə gətirməyimiz. İndi sevinçliyik ki 11-ci sinifi bitirirlər, məzun olurlar. İnşallah Allah koysa hamınıza arzu edirəm ki ali məktəbə qəbul olasınız. Bütün valideynləri sevindirəsiniz. Hamınıza uğurlar. Bu Azərbaycanda analığı olmayan bu gözəl Hökmər qəsəbəsində tikilmiş gözəl məktəbin ilk məzunlarıdır. Bizim bu 11-ci siniflərimiz. Uğurlar sizə uşaqlar. Təbrik edirəm hamınızı. Uşaqlıqdan bəridir bizdə yazmağı, hərfləri öyrədən müəllimlərimizi də unutmadıq. İbtidai sinif müəllimlərini səhnəyə dəvət edirik. Buyursunlar. Əziz məzunlar, hər birinizi ürəkdən təbrik edirəm. İllər öncə qarşımda dayanan balaca uşaqlarımın bir gün məzun olarını görmək çox qürur verici bir hissdir. İlk addımlarınızı mənə baxdınız. İnşallah gələcək addımlarınızı ötürəniz baxarsınız. Yolunuz açıq olsun. Gələcəyiniz parlaq olsun. Təbrik. Əziz şahidlərim, sizi yeri əmrlərimizlə gələcəyim. Bugünün sevincini, sabahı uğurlarınızın olsun. Sizi çox sevirəm. Rəsminizi sübayəndə. İndi isə sözü ibtidai sinifdən bizi götürüb bütün yolumuzda bizimlə birlikdə addımlayan sinif rəhbərlərinə veririk. Buyursunlar səhnəyə. Əziz valideynlər, mən də ilk növbədə məktəb rəhbərliyini təbrik edirəm. Məmnun oldum, təbrik edirəm. Dəyərli valideynlər, göz alaylı olsun. Onlara ali təhsil və ailə sərvəti xoşbəxtlik olsun. Uğurlar arzulayıram da mən şagirdlərin hamısına da dərs demişəm. Çox tərbiyəli, ağıllı uşaqlardır. Necə simaları gözəldirsə, həyatları da elə gözəl olsun. Uğurlar. Tamam, uşaqlar, mənə də söz verdinizə görə. Mən də bütün 11-ci sinif şagirdlərimi hər birini bu gözəl gün münasibəti ilə səmimi bir qəlbdən təbrik edirəm. Hər birinizə uğurlar arzulayıram. İnşallah tez bir zamanda hər birinizi tələbə kimi görmək istəyirəm. İnşallah bunu bütün müəllimlərinizə yaşadasınız. Səsiniz həmişə ucalardan gəlsin. Mən sizlərimi yolda İndi isə sözü çıxış üçün 11-ci sinif şagirdlərinə veririk. Buyursunlar. Teşekkür ederim. Hoş yerimizde yalnızda olduğunuz için her birinize ayrı teşekkür ederiz. Ben sınıftan her birinize uğurlar arzu ederim. Her birinizi çok seviyorum. Sağ olun.
İlk önce hamıda salamlar deyirəm. Bugün burada hamı gəldiniz, sizin təşəkkür edirəm. Bugün biz yalnız bir şirinlik yok, bir döndü geride koyuyoruz. Ellerleydik. Hamı sizin təşəkkür edirəm. Buradan da rəhbərlərinə təşəkkür edirəm, tüm müəllimlərə. Çox sağ olun. Salam vereceğim el müəllimələri, valideynlər və əziz 11-ci siniflər. Bugün burada olmak bizim için her bir yol, uzun bir yolun en güzel başarısıdır. Bugün biz son zəng yol uşağlığımızın en güzel illərini yola salırıq. Əziz müəllimələrim, bizdən də yol oxuduq, sizi üzdük, səhv etdik. Ama siz yine de bizden ümidinizi üzmədiniz. Nə de sona yetdi, 11 ilimiz. Nə hoş günlər edib, məşəb elərim. Burada səssiz coşdu, arzu dilimiz, evdə qalxardı biz tətilləri. Bugün gəlbin olduğu qədərdə anlayan özünə geri tutulmayan. İllərce bir yerde tutmuşdur. Yaşlar gəlbi axır, sənli bilmir. Son sən kəlməsi alır. Ayrılıq vaxtlı üstünüzə sıxıl. Bir daha vaxtı çatır. Bir daha vaxtı çatır. Gözlər gəndə olur. Son sən kəlməsi alır. Bir vaxtlar biz də bu məktəbə birinci sinif şagirdi kimi qədər qoymuşduq. Bugün isə həmin yolda ilk addımlarını atan balaca dostlarımız səhnədədir. Gəlin birinci sinif şagirdlərini alqışlarla qarşılayıb onların şeirlərini dinləyək. Dünən kuşa giydik, Bağçadan geldik. Bugün okuyuruq, yazırıq artıq. Məktəb yollarını biz də olma bildik. Bilik dənizində üzürük artıq. Ateş mehriban müəlliməmiz öyrədir bizlərə düzlük İndi şagird adını daşıyır biz, gözləyir bizləri yay tətili. Sonunda dərslərə deyirik sağ ol, gələn il gələk təzə həvəslə, məktəbsən bizə hər anlayan ol, səsləyirik səni biz, şakıran səslə. Məktəb həyat yolu, o abiya cənəşdir. Məktəbliyəm oğuldur, vətəninə könəşdir. Məktəblilər həm birinci, həm sonuncu deməşdir. Sizi yola salır. Yol gəlir birincilər, son zənciniz mübarək, əziz ol birincilər. Şöyle son zəncir səsi, əziz keman kimi, imzatar kimi. Sizə fida deyib, fida verməsi. Siz uçub gedirsiniz, turnalar kimi. Həm sevincli, həm kədər, göz önündə canlanır, xatirələr nə gedər. Ürəkləri istədir, son zəncin kövrək səsi. Kimə xoş gəldin de, kimə vida verməsi. Elimdə qələmim, qəlbimdə sevinç. Birinci sinifi mən bitirdim bugün. Açıldı önümdə nurlu bir gələcək. Bilik dünyasına yol tapdım bugün. Müəllim, güzəldən güzəl bir söz. Körpə toplumlardan məhşər yazılan. Hələ yazılmamış, hələ qırışsız, hamar bilinə cilalandıran. Müəllim, tez durub gec yatanımsan, bu gün sabahımı yaradanımsan. Şagirdin sayılır, dövlətin, ünvanın, bilməz bu qazancı, bilməz hər başı. Siniflər sinifə adlayanları, yaşında yaşayır müəllim yaşı. Gəl evdəki arkadaş, bu mənlər bu kedi. Düşün müəllimi, son qalmış. Bu heyecanlı mənlərdən deyil, yarab özü kimi, nurdan, ışıqdan.
gözü diyarı ocağına can qurban Azərbaycan əzizsən də əyilməyən vüqarımsan uçağına canım qurban Azərbaycan. nömrəsinə görə 11 avtobusunə təşəkkür edirik. İndi isə söz musiqinindir. Bu mahnıda məktəb illərinin sevinci, dostluğu, xatirələri və ayrılıq duyğuları yaşanır. Bütün 11-ci siniflərin şagirdlərinin ifasında təqdim olunan mahnını alqışlarla qarşılayın. Bugün elə bir ki başqahadayam, bugün mənə dəyməyin üzülmüşəm. Bu 11 il necə gəldi getmisən, elə bir günə məktəbə gəlmişəm. Düşür ya da o şirin bahanə, mənim hər günlərim evdə qalır. Dərsə girməmək sonra daha nələr, adam utanır indi yadda salır. Elə bir imkan olaydı əvdəki, qaytaraydım geri məktəbinləri. Tutur əlli mənə yazmaq öylədən, o 50 il öpəydim əlləri. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardımda baxır. Gülürəm indi mən öz saf yoluma, elə bilmişəm məni tək bırakır. Hasan zəng çaldı, Hasan zəng çaldı. Bizi bizdən ayrı qaldı, beləcə xatirələr qaldı boş sinif otaqlarında. Bu uşaqlıq bitdi, o gözəl günlərimiz getdi. Son dəfər səsküyümüz getdi, koridor bucaqlarında.
geldi Kaynar kucaklarında Uşağım gitti Gitmeden ayrı kaldı Gelecek çok neler kaldı Bu şehir kucaklarında Uğursuz renk çaldı İkimizden ayrı kaldı Gelecek hadireler kaldı O şehir kucaklarında Uşaklık bitti O güzel günlerimiz çekti Son nefes seçtiğimiz gitti Kaynar kucaklarında Uşaklık bitti
arada qalan təqdimata görə təşəkkür edirik öncəliklə. Yaşanan problemlərə görə də üzürlü sayın. İndi isə səhnəyə öz gözəl ifaları ilə tədbirimizə xüsusi rəng qatacaq müğənni Tunar Abbaqlını dəvət edirik. Gəlin onu gürültülü alqışlarla qarşılayaq. Hazır başda olmaqla bütün 11-ci məzunları, 11-ci sinif məzunları təbrik edirəm. 1-ci sinifə də uğurlar arzulayıram. Bizi bizden ayrı saldı. Artık o hoş günlerimiz gitti. Amma köhnə xatirələr qaldı. Yadda qalan yaxşı günlər oldu. Yaddan çıxmaz heç vaxt o illər. Ayrılanda gözlərimiz doldu. Hoş günü bizden almasın zevk. Dayan sen ele tanımasın zevk. Yanıma düşünce köklerim. Bizi ben ayrı salmasın zevk. Hoş günü bizden almasın zevk. Dayan sen ele tanımasın zevk. Yanıma düşünce köklerim. Bizi ben ayrı salmasın zevk. Kimin arhanı, tuttu ayhanı, kimin arhanı, gezdi beni kumanı, yaşadı sarıları, elini yanlara kız, yine derdime çare kız, harika şu gözü kara kız, yine derdime çare kız, ellerini yanlara kız, yine derdime çare kız, harika şu gözü kara kız, yine derdime çare kız. Ses mi geliyor? Gelsin flütü güzel, bana şirin sözel. Gelsin flütü güzel, bana şirin sözel. Yüreğim gelmedi, kulağım güzel. Yüreğim gelmedi, kulağım güzel. Ellerim yankara güç, ilerine çare kız. Kaşı gözü kara kız, ilerine çare kız. Ellerim yankara kız, ilerine çare kız. Kaşı gözü kara kız, ilerine çare kız.